üstümü qaşımı aldırdım. Qaşlarımda biraz tökülmə var qızlar, baxın. Bu hissələrində elə bir tökülmə var. Burada elə bilirəm ki, elə bir şey yoxdur, amma burada var. Neysə, hələ ki yola veririk. İnşallah fikrim var ki, bunlara neysə edeyim. Çünki tökülsə heyif olacaq da yəni. Dırnaqlarımı da getdim, yenilədim. Sumqayıtda olur mənim dırnaq ustam və çox qəşəng düzəldibdir. Bəyəndim. Sağ olsun, əllərinə sağlıq onun. Gözəl hazırlayır hər dəfə. Mən həmişə kvadrat eləyirdim. Bundan ikinci dəfədir belə üç buzaq eləyirəm və çox qəşəng qalır da yəni. Mən niyə bu vaxta qədər kvadrat eləyib əllərimi biraz kobud göstərirdim, bilmirəm. Belə üç buzaq daha incə göstərir əlləri. Yəni bu dırnaqlar bana çox yakışdı. Arkadaşlar, belə giyinmişəm. Belə, bugünkü günümüz belə başlayıb. Getdik dırnağa. Çöldə bu arada çox video çəkə bilmirəm. Nə sürəyim sıxılır. Ümumiyyətlə fikir verirəm özümə. Arada bir şey oluram. Uzaqlaşıram elə bir sosial şəbəkədə. Bu da mənim saçlarım deyir. Bu mənim əllərim, bu da mənim ayaqlarım, bu da mənim saçlarım. Yəni normaldır. Saç rəngi qoydurmaq istəyirəm, bir yandan sarı eləmək istəyirəm, bir yandan deyirəm, ay siz saçlarım normaldır. Rənginə görə keyfiyyətini körlama. Neysə belə qalmışam hələ. Təbii yolla saçın rəngini açırlar. Onu da fikirləşirəm. Təbii yol dediyim mayonez zadda, yəni belə şeylərlə açırlar saç rəngini. Arada deyirəm bəlkə elə eləyim. Amma hələ ki qərarsızım. Hələ ki öz rəngindəyəm və keyfiyyətinə də dəymək istəmirəm. Çünki yəni nəyə dokunuyorsun kardeşim elimizdə, yəni patlıyor. Qaşlarım məni biraz nakarat edir. Neysə. Gedim sizə aldıqlarımı göstərim. Bura Mama Şamcının evidir. Mama Şamın güllərini görürsünüz də. Maşallah olsun, nə gözəldir. Canım anam necə təmiz qadındırsa, evin səliqəli saxlayır da, yəni məndən fərqli olaraq. Gedək. Buraları da açıb ki, hava dəysin o gələnə qədər. Yığıb-yığışdırıb, qızı gəlib bu dəqiqə töküşdürəcək. Bu Toğrul bəyə aldığım geyimlərdir. İndi açaram, baxarsınız. Qiymətlərini də deyərəm, baxarsınız. Özümə də bir çayın aldım. Neçə gündə elə mağazaya çıxıram, deyirəm ki, daha Toğrula yox, özümü alacam. Ay bacı, gedirəm, yenə Toğrul alıram. Gedirəm, yenə Toğrul alıram. Mama gelin evlərindən görüntü. Bir nömrə məktəbdir ora. Sumqayıtda yaşayanlar tanıyar yəqin ki. Çox tərifləyirlər, belə super məktəbdir, elə super məktəbdir. Prosto mənim uşağım uzaq məsafədir deyə ora gəlməyi mənə sərf eləmir. Mamanı da gətirməyinə, parmağına ürəyim ağrıyır, yazıq arvad ömrü boyu deyirəm Toğrulu sürməsində dayıca. Gedək biraz obris otaqlar gedək, kakraz evdə heç kim yoxdur. Bu yoxluqdan sakit sirtdən istifadə eləyək. Qapının ağzı, mənim ayaqqabılarım və bura isə zaldır. Anam yeni dizayn verib güya süfrəyə. Niyə işıq yanmadı? Yəqin şotikdən söndürüb. Burada yeni dizayn verib. Yəqin bura gül qoymaq istəyir, güldan qoymaq istəyir. Belə, canım anam hər yeri yığışdırıb gedib, hər yeri. Bütün şkafların da ağzını açıb ki, təmiz hava dəysin. Bu da kardeşimin otağıdır. Kardeşimin də stolun üstündə vetini özünə aid veşuşlar olur. Belə, buradan da bazarı görə bilərsiniz. Bazar deyəndə, yəni karvan tərəfləri. Bu Sumqayıtda qarşısı 16 nömrə məktəbin yanındakı sarı binadır. Bəli bacılar. Tərəzi var, gəlin çəkilək görək tərəzi. Bizi neçə kilo göstərir? Haydi bismillah. Hər yeni işığı söndürüb yarvat. Qoymayım ki, bir yer qalsın. Deməli, tərəzi məni göstərdi 57-75 və əlimdə telefon da var, nəzərə alaq. 57-75-in 75-ini çıxaq, 750 qramını çıxaq. 57 kiloyam, belə çıxır. Yaxşıdır, pis deyil. Biraz arıqlasam əslində daha yaxşı olur. Bir 53-54 olsun. Amma 57 də normaldır, çox kök deyiləm. Yəni, çox ətli deyiləm deyə çox kök görünmürəm. Bu şkafları deyirəm bağlayayım da bacımdır. Anamız açıb deyə açıq qalmayacaq ki. Bu kloku da mən çıxartdım, qoydum bura. Dedim ki, zibilləri hara atım bəs mən? Böyle. Gəlin indi açaq Toğrula aldıqlarımıza baxaq. Sonra Toğrul gələr, geyinər, bir dəfə də onu da baxarıq. Burada anneciğim göyərtiləri yuyub, sərib bura qurusun.
Canım anneciğim. Necə təmizkar qadındır. Yaxşı qayna ilə qalmıram, yoxsa mənim ömrüm çürüyərdi. Deməli, aldıqlarımı göstərəm. Birinci belə bir kutka almışam, torla. Qiyməti 25 manat 40 qəpikdir. Sumqayıtda yaşayırsınızsa Lavettin tanıyarsınız yəqin. Lavettidən almışam. Materialı zadı qəşəngdir. Qalınlığı da normal kimi gəldi mənə. Əsl bu havalarda geyinməyə. Çünki kutka sezonu deyil, çox isti olur. Ümumiyyətlə də ki, obrisi kutkasının da rəngi qaraydı. Atası ilə bir yerdə cevab almışdılar. Uşağa qarayınc heç yaraşdırmıram da mən. Yəni istəyirəm ki, belə rəngi arayınc. Qəşəng görsənsin də, yəni seçimi qocası qoy görsənməsin. Koja kutkalar alırlar uşaqlara. Məsələn, onu da çox xoşlamıram da, yəni. Bu uşaq onsuz da böyüyəndə koja geyinəsəkdə. İndi də niyə buna koja geyindirim axı? Bir dənə də belə kofta almışam. Bunu da material çox qəşəngdir, yumuşaqdır. Həm də ki, şeydir, yəni əsl indiki sezonda geyinməsi koftadır da. Nə qalındır, nə də nazikdir. Qiyməti burada yoxdur. 12 manat almışdım ama. Belə bir şeydir. İnşallah ki, əyninə olar bu da. Sonra bir dənə də belə bir dəst almışam. Bu da yenə şalvardır. Sportivli şalvar. Bunu biraz ütüləmək lazımdır. Rəngi orada biraz şey görsənir. Koreyli bir qəribə ton görsənir. Burada qəşəngdir. Və bu da həmin o şeyin koftası. Dəstidir. Elə bir şalvarı da var, koftası da var. Rahat bağça üçün əla. Bunu geyinsin, üstündə o kutkanı geyinsin. Ayağında da ağ krasovka oldu. Krasavçik. Bunun da qiyməti 27 manat idi deyəsən. 27-28 belə bir şey olmalıydı. Sonra özümə belə bir şey almışım. Bu mənim işlətmədiyim tananimdir. Bunu aldım, rəngi amma mənə qane eləmədi. Çünki çox tünd oldu. Mən də rəngim açıqdır, tünd rəngdən heç alınmır. Bunu işlətmişəm, qutarıb. Bunu apardım ki, bunu uyğununu alım. Tapmadım bundan. Sonra kaşilyokum. Bunu mama gülsün almışam. Yol üstü. Bakery, Türk baklavası. Saniyentli. Bunu koyduk oraya. Sonra aldıklarımızı da göstereyim. Top Face'den böyle bir şey almışam. Tanani. Elə bir ki, bu Tanani'nin başka bir variantıdır da bu. Bu Top Face'indi, o da botunlu. Bu 20 manat idi. O buna 9 manat olmalıydı. Əgər səhv xatırlamıramsa, bəlkə də o da bir qiymətəydi. Buna da mənə satıcı xanım dedi ki, bu daha yaxşısıdır. Ondan yaxşıdır. Ona görə bundan aldım. Sonra belə bir Tanani çəkmək üçün şotka. 8 manat 80 qəpik. Onun da üstündə qiyməti var. Bu da yenə Top Face'indi. Belə bir fırçadır. Yəni ağzı çox xoşuma gəldi. Mən əslində Faberlikdən almışdım Tanani çəkməyə. Amma yəni Tanani çəkmək üçün çıxmadı. Bacı yanının üstündə yazılmışdı Tanani üçün. Baxdım ki, o da elə Rumyana üçündür. Başdoşdu. Yəni eyni şey idi. Ona görə heç onu işlətmədim, qaldı. Dedim satsam sataram, satmasam da keçsin. Qalıb deyil, yox. Neyini ta, işlədən bura. Bunu da Tanani üçün aldım. Sonra nə almışam? Sonra belə bir şey aldım. Bu mənim daimi işlətdiyim linerdir. Eva linerdir. 9 manat almışam bunu. Bu işlətdiyim özüydü, aparmışdım özümdən. Dedim göstəreyim. Bu da 636 nömrə jevindir. Bu 1 manatdır. İşlətdiyim də buydu. Və artıq bu qutarıbdır. Ona görə bundan dəyişdim. Düzdür, başlıqların elə bir rəngi biraz fərqli görsənir. Amma ki, nəsə axır eyni şey olar deyə ümid edirəm. Neysə, böyle qızlar. Aldıqlarımız bu kadar. Cibimizdə getmişdik 110 neçə manatdan. İndi qayıdıram 12-13 manat sənin pulum qaldı. Bir xeylan pul xərcləmişəm bu günləri. Allah pulun yetirsin deyək. Əvəzini versin Allah təala inşallah. Çoxlu pulumuz olsun. Cildə toğrulu gözləyirəm. İndi toğrul gəlsin. Bir dəfə də onun əyninəcə indirim. Görüm əynindən fərq alacaq.
Ondan sonra baxacağım bacım. Yaraşdı mı, yaraşmadı mı, razmeri oldu mu? Belə şeylərə baxın bir də. Sonra da pis. Bunları atmayacağım bəlkə. Yanına yerə doldururam elə hər yeri. Bunu məsələn lazım deyil. Bu lazım deyil. Bu artıq var. Böyüyü var. Balacasını atım geçsin. Çünki çox deyil bu balaca karandaşdan. Linerdə yenə bunu atım geçsin. Nə lazımdır? Havayla yerə yığmayım zirsibilləri və bunu da evdə istifadə edirəm. O heç böyle. Arzum kosmetik parfüm. Bu da təzə açılsın qartda. Yəni belə bir yerin olduğundan xəbərsiz idim mən. Bunu da ata bilərəm əslində. 001 nömrədir. Yəni bunu da atım geçsin bəlkə. Bunu aldığıma görə yəqin ki onu da ata bilərəm. Nəysə bu gün bu qədər. Müəllimə, Toğrulu YouTube'da gördüm anasıyla. Aha. Demişəm ki, hə. Məşhurlaşmısan Toğrul. Şey edeyim, kızardım, kızardım. Tut giyin bir dənə də. Allah səndən abi səbirlər ver. Qurban olum sən. Sən səbir niyə tələb eləyirsən? Əyni bir geyinirsən. 35 dənə səbir ver. Allah'a şükür elə. Vallahi da. Mənə 35 dənə səbir ver. Yaxşı, arxaya dur bir dənə. 35 dənə səbrə sonra. Düz dur. Hə, dur arxaya. Arxaya dur ürəyim, arxaya dur. Arxaya dur, arxa. Arxa. Ged arxaya, hə. Ayağı zadı düz saxla. Normaldır, qəşəksən. Şokoladsan, şokolad, maşallah. Ceyin də Sən indəkin. şikayət edin bu. Deyil ki sən də. Doğu eləməyə çalışırıq qızlar. Görək nə çıxardacağıq. Burada hazır göyərtilərdir, nənəsi verib. Burada da hazır blinsk var. O blinski də pişirəcəyik, yeyəcəyik. Toğrul bəylə evə qaydırıq. Qaydı. Mən piyada getməyi çox sevirəm. Amma avtobusla zaten böldüyüb sevmirəm. Sevmir. Yəni uşağımın sevməmək anlayışı budur. Gəldim banka, bacılar. Mən birisi də burun əməliyyatı keçmişəm və ABB məni sistemdən çıxardıbdı. ABB sistemdən çıxartdığına görə mənim üst tanımam ləğv olunubdu. Vəsiqə. Mənə deyirlər ki, git birinci vəsiqəvi dəyiş, sonra gəl. Vəsiqəni dəyişməsən, sistem səni yeni üzündən qəbul etməyəcək. Yəni mən qəbul edə bilmirəm ki, çox dəyişmiş. Amma bank mənim dəyişdiyimi fikirləşir. Sistem məni tanımır. Əslində isə çox dəyişməmişəm. Nə bilim vallah, nə olacaq bu işin axırı bilmirəm. Qaldı belə. İndi Allah təvəkkül gedirik. Gedək evə. Yəqin sabahda o bir sürünlə baxıb bir dəfə gəlib vəsiqəmi dəyişərəm. Gəl. Gəl, gəl.